Herkese salam, kanalıma xoş gəlmisiniz. Müğənni Rəqsanə İsmailova sosial media hesabında son günlər hər kəsin danışdığı müğənni Arzu xanımla bağlı paylaşım edib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib fikirlərinizi də bizimlə paylaşmağı unutmayın. Salam, hər vaxtınız xeyir olsun mənim əzizlərim, necəsiniz? Yaxşı olasınız, hər zaman yaxşı olun. Deməli, mən 2 günü canlı yayıma çıxmaq istəyirəm. Müəyyən səbəblərdən çıxa bilmədim canlı yayıma. Amma sabahlarım inşallah axşam saat 9-da canlı yayıma çıxacağım. Və canlı yayımda sizə lüt dolma bişirəcəm. Sadəcə olaraq bir-iki mövzularda danışmaq istəyirəm və danışacağım. Və sabahlarım mənim canlı yayımda bir xalq artistimiz qoşulacaq. Heç vaxt, heç bir sosial şəbəkədən istifadə eləməyən, heç bir sosial şəbəkədə görmədiyiniz bir xalq artisti. Başına nə gəlib, nələr olacaq, hamısını danışacaq. Və həqiqətən də böyük sənəti var, mən o adamı çox istəyirəm. Sadəcə olaraq elə şeylər var ki, onları danışmaq lazımdır. İnşallah sabah 9-da bizi canlı yayımda gözləyin. Öpürəm sizi sabaha qədər. Və mənim əzizlərim, sabahlarım bizim TikTokumuzda, canlıda bir çox mövzulara toxunacam mən. Və mən Arzu xanımla bağlı da danışacağım. Açıq mən o xanımı tanımıram, şəxsi münasibətim yoxdur. Amma bir qadın olaraq mən həmişə qadınlara dəstək olmağı sevirəm. Çünki özüm də qadınam, özüm də anayam. Mən düşünürəm ki, bu günlərim biz örgənmişik yıxılana balta vuraq. Mən bu şeylərin əleyhinəyəm və mən bir qadınam. Sənətdə 20 il, ondan 20 il, 25 il qabaq olan bir müğənniyəm. Və mən bir böyük kimi çox istəyərəm ki, ona mən də dəstək olum. Və nəinki mən, hər birimiz dəstək olmalıyıq. Bu həyatdan heç gün sığortalanmayıb. Bir də show biznesdə elə narkomanlar var ki, show biznesdə. Sadəcə olaraq titulları var deyən, onların adlarını hallandırmırsınız. Sabah danışacağım Arzu xanım haqqında. Biz hamımız bir millətik və biz hamımız Azərbaycanlıyıq. Mən yıxıla, ayağa dura bu yerə gəlib çıxmışam. Bir balaca pul qazananda, toyların çox olanda insanı yıxmağa həmişə çalışırlar. Mən bunları yaşamışam. Bugünə qədər də yaşayıram. Və ona görə mən show biznesdə bütün müğənnilərimizə deyirəm, birlik olmaq lazımdır. Nə olsun o təzə müğənnidir, nə olsun səhnəyə təzə gəlir. Mən bugün onu burada müdafiə eləmirəm ki, yaxşı eləyim. Həyatdır, hamının başına gələ bilər. Bu bir, ikinci, vallahi qanun var, qayda var, qanun hər şeyi özü yoluna qoyur, bu başqa. Amma bəsdirin, az insanları yıxmağa çalışın. Allah görür onsuz da hər şeyi.